İsa Məsih yer üzünə gəldi, Allahın surətini bizə göstərmək üçün, Allahın yaxınlığını bizə göstərmək üçün. Ata qayğısını, ata sevgisini, biz bəzən iman etməmişdən əvvəl mən öncə fikirləşirdim ki, Allah göydə əyləşən, hansı ki bir qəddar kişidir, mən hər səhv elədikcə o məni vuracaq, hər səhv elədikcə o məni öldürəcək. Ona görə hər dəfə ehtiyatla yaşayır. Çünki Allah tanımır, dərk eləmir. Sualım var. Valideyn olaraq uşaqlarımız səhv elədikdə onu övladlıqdan çıxardırıq, onu öldürürük, məhv edirik. Yox. Bəlkə müəyyən bir cəza verə bilərik, amma yenə də öz sevgimizi ona göstərəcək. Bax, həqiqətən canlı Allahın münasibəti bizə belədir. Və bu Allahın sevgisinin, məhəbbətini Məsih vasitəsilə biz tanıdıq. Yəhyanın kitabında beləncə bir ayə var. Yazılıb ki, 1-ci fəsil 11-12-ci ayədə deyir, o öz diyarına gəldi. Amma soydaşları onu qəbul etmir. Lakin onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarı. Yunancadan və İbranicadan tərcümədə baxıram bu ayəyə, orada yazıb ki, o özününkilərin yanına gəldi. Öz diyarına gəldi dedikdə o özününkilərin yanına gəldi. Amma özününkiləri onu qəbul etmir.